Hər kəs salam, Kripto Azərbaycan izləyiciləri yeni bir video ilə daha qarşınızdayıq. Dostlarım, bu gün Kripto Azərbaycan kanalının bəlkə də illər boyu alacağı ən güclü siqnallardan biri haqqında sizlərlə qısaca danışacağıq. Çünki çox sağlam bir yerdən siqnal alırıq. İlk öncə bunu biləsiz. Və Kripto Azərbaycan kanalı olaraqdan son 2 il ərzində bəlkə də 50-dən çox siqnal valyutasına daxil olmuşuq. Baxın, 50-dən çox siqnal valyutasına daxil olmuşuq. Təbii ki, bəzi siqnallar, yəni bunların aralarından ikisi, üçü hələ ya yerlərində sayır və ya biri, ikisi də ki, proyekt olaraq batıb. Amma yerdə qalanları saysız şəkildə bizlərə qazanc verib. İndi isə siqnal haqqında qısaca sizlərə belə deyim ki, biz qoşulduğumuz MX siqnalından tutmuş, yəni bazarda gördüyünüz kimi ən çox yüksələn valyuta MX olub və ümumilikdə 600 qat dəyərlənib. İndi düşünün ki, bugün yəni elə bir adamla danışmışıq ki, hətta Pərvinin özü belə buradadır. O da yəqin ki, indi sizi salamlayar. Səsim gəlir, Pərvin? Gəlir. Mikrofon özüm bağlamışam. İzləyicilərə salam ver. Çoxdandır yoxsa. Salam, Kripto Azərbaycan əhli. Hər birinizi salamlayıram. Axşamınız xeyir olsun. Onlar da sənə aleyküm salam deyir. Buyur. Azər, siqnal bugün gündə həqiqətən çox vacib bir məsələdir. Bəli. Özün bilirsin də, bazarın bu son günlərdə yaratmış olduğu itkilər, insanlara vurmuş olduğu zərbələr nə qədər dərin olur olsun, amma onların içində baxırsan ki, bəzi valyutalar var ki, digərlərinin əksinə daha sərt yüksəlişlər ediblər. Və bu yüksəlişlər də işin içində olan adamların əli ilə olan bir şeylərdir. Yəni biz yatırımcılar, biz traderlər bir yerə qədər araşdırmamızı aparırıq, amma nəticədə hər zaman mən bu söz demişəm ki, biz bu işin içində oyuncuyuq, oyun quran deyilik. Amma bugün yaratdığımız əlaqə, alacağımız siqnal oyun quranların birbaşa özlərindən ala biləcəyimiz bir siqnaldır ki, o siqnala qoşulmaq bəlkə də bugünə qədər itirdiyimiz itkiləri qarşılayacaq ən güclü siqnal olacaq. Amma bu oyunda hal-hazırda, yəni bizim qoşulacağımız bu siqnalda, yəni qısaca kimlər var? 1. Binance-ın komandası, yəni düşün. 2. Baze'in komandası. Yəni Baze'də ən güclü şəxslərdən biri, yəni Baze Network dostlarım, sizlərə zarafat gəlməsin. 2. Sui-dən tutmuş. Yəni dostlarım, belə deyim də sizlərə. 3 gün sonra, yəni bu təklif, yəni sadəcə və sadəcə bütün baxın, mən qapını açıq qoyuram. Pərvin də buradadır, mən də buradayam, sizlər də buradasınız, sizlər də bu videoya baxırsınız. Mən bu qapını hamınız üçün açıq qoyuram. Sadəcə və sadəcə 3 günlük bu qapını açıq qoyuram. Sizlərlə 3 gün sonra, yəni siz, biz hamımız da belə deyək, kimlər ki bizimlə risk edib addım atacaqsa, baxın, hamınıza aiddir dostlarım. Yəni Kripto Azərbaycan tarixində indiyənə kimi aldığımız, nə bilim, onlarla, hətta bəlkə də artıq 100-ə yaxındır siqnalların içindən. Yəni düşünün ki, MX-dən tutmuş hamısı bizim əlimizdən gəlib keçən siqnallardır. Ancaq bu kriptovalyuta dünyasında bəlkə də ən güclü siqnallardan birini bizimlə paylaşacaqlar ki, bu siqnalı, baxın dostlarım, bu siqnalı 25.000 dollara tək bir adam adıyla götürürük, başa düşdünüz, tək bir adam adıyla. Və bu kriptovalyuta boğasında belə deyim də sizlərə, bəlkə də ən ön sıralarda olacaq bir valyutadır. Hal-hazırda deyilənə görə ən dip yerlərdədir və ən dip market cap'dədir. Yəni proyekt çox böyükdür dostlarım. Yəni bir sözlə də kriptonun şah əsərlərindən biridir. Başa düşdünüz dostlarım. Yəni bunun sadəcə və sadəcə təklifimi deyirəm sizlərə.
3 gündən sonra, yəni kimlər ki mənimlə qoşulacaqsa vəsiyo. Sadəcə və sadəcə o adamlar. Hə, ekstradan da bunu deyim dostlarım. Siqnalı ümumilikdə 25.000 dollara alacağıq. Başa düşdünüz? Və hər zamanki kimi hər hansı bir qiymət dəyişikliyi də etmirik. Əslində belə də edə bilərdik ki, məsəl üçün bura 25 nəfər özünüzlə bərabər adam qoşaq və adam başına 1000 dollardan siqnal üçün pul düşsün. Ancaq bunu da etmirik. Başa düşdünüz? Çünki buradan ya 20 nəfər, ya 30 nəfər, ya 40 nəfər kim qoşulursa qoşulsun. Onsuz da biz bu lazımı məbləği öz aramızda toplayıb tamamlayacağıq. Başa düşdünüz? Lazım məbləği toplayıb tamamlayıb proyekti əldə etdikdən sonra sizlərə əgər ki indi buradan yəni bilmək olmaz da 250, 300 nəfər qoşular, 250 nəfər qoşular, bunu tam olaraq demirəm. Yəni 250 nəfər belə deyim, qoşulsa ümumilikdə 25.000 dollar edir. Yox, 100 nəfər, 150 nəfər adam qoşulsa, yerdə qalan əlbəttə ki bütün yük sizin yox, bizim boynumuza düşür. Başa düşdünüz? Çünki mən elə də belə də bu proyektə daxil olacam. Başa düşdünüz? Yəni bu proyektin valyutasına ciddi şəkildə yatırım edəcəm. Yəni ki, qısaca belə deyim sizlərə, bu proyekt həqiqi mənada bizlər üçün çox önəmlidir. Yəni dostlarım, indiyənə kimi özünüz də görmüsünüz, yəni hansı siqnal olsun, MX-dən tutmuş hər bir siqnalı mən sizlərə təklif etmişəm. İstəyən qoşular, istəyən qoşulmaz. Bu okey, öz verəcəyi qərardır. Addım atar, addım atmaz, yenə də deyirəm, özü bilər. Ancaq bu proyektə siqnalına belə deyim, baxın, qapını hər kəsə yenə də deyirəm, 3 günlük açıq qoyuruq. Kimlər ki addım atacaq özü bilər. Yəni işin riski varmı? Əlbəttə ki risk baxımından riski var, ancaq bu tərz proyektlərə və sağlam adamların əli ilə gələn proyektlərə təbii ki yatırım etməyə dəyər. Baxın, mən illərdir dostlarım bu işin içindəyəm. Keçən dəfə ENSO valyutasının bir risk olduğunu yenə də bilirik. Ancaq mən deyirəm ki, batırırıqsa əgər bu işdə, yəni ziyana gediriksə, bunu düzgün adamların əli ilə ziyana getməliyik. Başa düşdünüz? Hər yoldan keçən adamın əli ilə batırmalı deyilik qoyduğumuz miqdarları. Təbii ki, heç birimiz bu siqnala itirmək üçün girmirik. İlk öncə bunu hamımız okeydi bilirik. Və bu proyekt hal-hazırda bizə elə bir adamdan gəlir ki, başa düşdünüz bunun siqnalı. Sadəcə olaraq işin arxa planında olmalısınız dostlarım. Yəni sizin də bir YouTube kanalınız olmalıdır. Sizin də bir, necə deyim, əgər işin arxa planına daxil olursunuzsa, qlobalda əlinizin çatdığı adamlar olmalıdır. Başa düşdünüz? Yəni bu sayədə belə deyim, biz bu adamlara gedib çata bilirik. Bu adamlara səsimizi çatdıra bilirik. Təkrardan deyirəm, kripto Azərbaycan tarixinin bəlkə də alacağı ən güclü siqnal valyutalarından biridir. Deməli, bizim belə siqnal proyektlərinə girməkdə məqsədimiz bilirsiniz, daha sağlam, daha köklü bir valyutalar tapıb ki, sabahçı bazar düşüşlərində, sabahçı bazarda baş vermiş hər hansı bir proseslərdə arxasında gücü olan bir valyutaya yatırım eləmiş olaq. Bilirsiniz, zaten meme tokenlər olsun, bir çox fərqli tokenlər olsun ki, onlara yatırım edəndə insanlar 50-50-yə qalır ki, bu proyekt batar da və yaxud da qalxar da, hər zaman daha böyük risklər olur. Amma siqnal vasitəsilə alınmış valyutalar hər zaman bunun şahidi olmuşuq, bunu təxmin eləmirik, bunun şahidi olmuşuq. Siqnal vasitəsilə almış olduğumuz valyutaların arxasında bir güc, arxasında bir maddi dəstək dayanır ki, və bunlar bazarın bir çox problemlərindən çıxıb, özlərini doğruldub daha yüksəklərə qalxa bilirlər. Yəni həqiqətən də siqnallara qoşulmaq, siqnallara qoşulmağın üstün zəhəti budur. Yəni dediyim kimi biz həm də Pərvin ən böyük X-ları, bəli, ən böyük X-larda indiyənə kimi. Yəni siqnal valyutalarından götürmüşük. Yəni qazanc olaraq. Məsəl üçün 1000 qoymuşuq, 30.000 götürmüşüksə bunu siqnaldan aldığımız valyutalardan götürmüşük. Okey dostlarım, bəzi valyutalar baxın bizləri içəridə saxlayıb, çünki yüzlərlə bəlkə siqnala daxil olmuşuq. Başa düşdünüz? Ancaq kripto Azərbaycan tarixində
Yəni bu güclülüyə bir adamla indiyənə kimi. Yəni mən əlaqə yaratmamışdım. Yəni düşünün ki, bunu da bəzi vasitəçilər sayəsində, yəni okruqa düşdük və okruqdan ilk alacağımız, əldə edəcəyimiz bir siqnaldır, belə deyim sizlərə. Buyur Pərvin. Yəni dostlar, bu sizin üçün verilmiş bir təklifdir. Təkrar olaraq deyirik. Yəni buna qoşula da bilərsiniz, qoşulmaya da bilərsiniz. Necə ki, hər şeyi sizlə bölüşmüşük bugünə qədər, bunu da bölüşürük. Onsuz sizli və yaxud da siz biz o siqnala qoşulacağıq. O 100%. Qoşulmaq istəyən üçün 3 günlük qapılar açıqdır. Buyurun, qoşulmaq istəyən qoşula bilər. Hər zamanki atdığımız addımlardır. Burada yeni bir şey yoxdur. Zaten bugünə qədər bizlə bərabər bütün siqnallara qoşulmusunuz. Hər biriniz də öz qazancınızı da bilirsiniz. Hardan alıb, harda satdığınızı da bilirsiniz. Videomuz bu qədər idi Hər kəsə dostlarım. uğurlar. Heç bir şey. Sağ olun. Hələlik. Sağ olun. Hər kəsə uğurlar. 3 gündən sonra Üç gün sonra siqnalda görüşürüz. görüşmək üzrə.